Salam, hər kəsə növbəti gündən. Bugün biraz gec durmuşuq, 11 işləmiş. İndi bir saat olar ki hazırlaşdıq, düşürük, 10 keçdik. Gedəcək bugün Utrexə. Sizə indi outfitimi də göstərərəm. Uşaqlar düşüb. Mən sadəcə video çəkirdim. Ona görə biraz gecikdim. İndi aşağıda olmadılar. Gedirik, yəqin ki birbaşa train station'a ya da hardasa səhər yeməyi yeyəcəyik. Buraya işığı nə pisdir. Bu arada gözlərim inanılmaz şişib, bilmirəm buradan görsənir yoxsa yox. Belə giyinmişəm. Baxın, belə bir uzun ətəyim var, bunu Yaponiyadan almışdım. Belə bir juteriyalarım var, bunları taxmışam. Sonra belə crop bir şey giyinmişəm. Saçlarıma baxın, bilmirəm görünür yoxsa yox. Neyse, getdik. Hello, sağsınız. Dünəndən sonra biz. Ne? Oy, emelli birine gitmiş tamam. Biz gedirik Utrexə. Yoldan Baykrədə nəsə alacağıq. Sonra da artıq qatara minəcəyik, regional qatara və gedəcəyik. Hava biraz sərin, pasondu bugün, amma çox qəşəngdir. Belə havaları mən sevdiyim, belə deyim, qərarına gəldim. Əgər plyajda deyiləmsə, isti lazım deyil. Yəni, əks halda isti nəyimizə lazımdır? Əgər kondisioner də yoxdur zaten böyle Berlin'də. Belə hava əladır. Nə üşümürsən, nə istidir. Yüngül var, üstündə nəsə giyinirsən, tərləmirsən. Çox yaxşı, çox qəşəng. Dostlarımız da gəlir. Moments later. Biz Utrexə çatdıq. İndi Central Station'dayıq. Gedəcək kanal tərəfə. Hava biraz düzəldi. Daha doğrusu günəş çıxdı. Bura balaca belə şəhərdir. Amsterdama yarım saat məsafədə. Qəşəngdir. Gəlməmişəm bura. Birinci dəfədir gəlirəm. İndi buraları gezəcəyik. Velosipedlər şəhəri. Bura çox qəşəng belə balaca bir dənə şəhərdir. Çox cozy. Kanalları, balaca belə mərkəzi. Çox xoşum gəldi buradan. Mən də balaca şəhərləri daha çox bəyənirəm. Bilirmişəm. Baxın, qabaqda çox qəşəng bir dənə kilsə var. Biz indi kilsəyə giririk. Bayaq kanallar tərəfi gəzdik. Buranın mərkəzi Amsterdam mərkəzindən qəşəngdir deyərdim ki. Çox daha cozy, belə kanal tərəfləri filan qəşəng. Çox bəyəndim buranı. Əladır. Amsterdama gəlsəz Utrexə mütləq gəlin.
buranı çox bəyəndim. Çox gözəl şəhərdir. İnanılmaz. Yəni Amsterdamdan daha gözəldir 100%. Çox tam mənim bəyənəcəyim tipdə bir şəhərdir. Balaca, cozy, çox gözəl. Əladır bura. Gördüyünüz kimi şəhəri necə bəyənmişəmsə, ancaq belə videolar çəkmişəm. Kanalları falan çox gözəl idi. Amsterdamdakından daha gözəl idi və bir də fərqi ondan idi ki, Amsterdamda kanalların alt hissəsinə düşüb gəzmək mümkün değildi. Utrechtdə, yəni Amsterdamdan fərqli o idi ki, kanalların aşağısında kafelər, barlar var idi. İnsanlar belə aşağı düşüb otura bilirdi. Amsterdam daha böyük və daha qarışıq şəhərdir. Daha sakit biraz vaxt keçirmək istəsəz, mütləq Utrechtə gedin. Yarım saatlıq məsafədədir. Nisbətən daha sakit, daha belə huzurlu bir şəhərdir. Amsterdam çox turistik olduğu üçün biraz insanı yora bilir, ancaq Utrecht tamam fərqlidir. Biz gəldik yemək yeməyə. Burada biraz kadrlar çəkmişəm, ancaq necə acmışdımsa, qalanını çəkmək yadımdan çıxdı. Biz gəldik Yapan restoranına. Burada ramen yemişdik. Dadlıydı, amma Berlində yediklərim qədər yox. 3 hours later. Daha sonra artıq Amsterdama qayıtdıq. Axşam gəldik şəhəri gəzməyə, gün batımını filan izlədik. Açıq oraları biraz çəkməmişəm, yorulmuşdum. Sonra hava qaralanda şəhəri gəzdik. Dedim biraz gecə görüntüsünü də sizin üçün çəkim. Gözəl idi. Getdik yemək yedik. Ancaq bir məqamı qeyd edeyim ki, Amsterdamda getdiyimiz restoranlar yaxşı dəyərləndirməli olsa da, baxırdın ki, dadları o deyil, qiymətləri də bahaydı. Məsələn, mətbəx baxımından, restoran baxımından deyərdim ki, Berlində restoranlar qat-qat çox daha yaxşıdır. Nəysə, artıq sabah sonuncu günümüzdür. Bugün hələlik vlogu burada bağlayıram. Növbəti gün görüşərik. Hələlik. Hours later. Salam dostlar. Bugün bizim sonuncu günümüzdür Amsterdamda. Artıq check-out'a gedirik. Hazırlaşmışıq, çıxırıq. Bugün axşam saat 7-dədir, səhv eləmirəmsə qatar. Belə geyinmişəm. Bugün hava nisbətən daha soyuqdur, deyim ki. Biz əslində parka velosiped sürməyə getmək istəyirdik, amma əmin deyiləm ki, alınacaq yoxsa yox. Nəsə sizi bura qoyum. Mən rüzakımı da taxım. Çünki artıq çıxmalıyıq. Saat 11'de check-out'dur. Neyse, getdik. Haralara getsək. Bilmirəm parka gedəcəyik yoxsa yox. Əgər getsək, oradan da sizin üçün görüntülər çəkəcəm. Gedək check-out eləyək. Hələlik. Biz qərara gəldik ki, hələ ki parka getməyək. Biraz soyuqdur. Həm də acıq. Gedirik pankek yeməyə. Zavtraq eləməyə. Biraz yorğunam. Sanki belə yatmışam, durmuşam, kofe də içmişəm, amma oyana bilməmişəm. Sanki bu 4 günün yorğunluğu indi belə mənim üstümə çöktü. Bəlkə yemək yesəm biraz düzələr. İndi gedirik, bir dənə pankek yeri tapmışıq ora. Sonra da baxacaq neyniyək. Bəlkə gedərik parka, bəlkə başqa yerə update edərəm. Hələlik. Noite cai sobre o rio, luzes acendem no céu. Bossa nova ecoa, corações se rendem ao véu. Saudade vem. Random hansısa bilən küçə gedirik səhər yeməyinə. Görün nə gözəldir. Hər yeri belə güllərdir burada. Günə baxan gülləri var. Başqa belə güllər də var. Maraqlı yerdir. Baxın belə. Çox qəşəng. Como brisa fresca do mar. Amor na cidade que nunca se cansa de amar. O morro canta baixinho, a favela respira. E a bossa na Biz gəldik növbədəyik. Gözləyirik. Bir içəri alsınlar. Acıqım. noite o coração inspira. Janelas abertas, a noite chegou com todo.
Don't over customize. Neyə? Burada menü şeydə var idi şəkilləri. Ben man cake götüreceğim. Ben karar verdim. Şirin yemirəm. Bu adı Mof budur. Hə, biz axır ki bu Mof'a gəldi. Oyda, çox qəşənglər, çox. Çok güzel. Salih, belki bir dənə şirin, bir dənə belə pankeklərimiz. Buyurun. Nuş oldu. Tuz var idi orada. En sezzetleri bir daha tuz getirir. Teşekkür ederim. Sen benim tutuyor, ben 3 gün uzadıram. Ağustos'un 3'üne kadar. Pancake'e göre. Pancake'e göre farkımız var. Ne oldu? Aslında farklı sen doğru atıp diğer pancake'i farklı türünü yeseydik daha lezzetli gözüküyor. Mənə böyle algı düşmür, buranı tapanlar. Bu böyle batır. Yedi mi şöyle? O birine kesilir. Çok acayip. Amerikan orada Beğendim, güzel acayip. Bu kız yerden atmak için. Bir nefer diye Özlem. İndonezya'da servis mi? One hour later. Noite cai sobre o rio. Biz geldik Vondel Park'a. Burası çok güzeldi. Hava biraz serin olsa da okeydi yani, çok güzel. Bakın insanlar istəriyle gelip oynuyorlar burada, gezirler. Çok güzel göl var, bakın. Görsənir. Çok güzeldi. Ne bakın. Odur. Ümumiyyətlə Amsterdamı çox bəyəndim. Mən lap çoxdan gəlmişdim, qışda gəlmişdim. Bu qədər çox gəzməmişdik. Bu dəfə belə çox yerlərini gəzdik, elədik. Çox qəşəngdir. Yəni dincəldim burada. Nə qədər belə aktiv olsa da, nə qədər yorulsam da, amma qəşəngdir. Çox bəyəndim. Como brisa fresca do mar, amor na cidade que nunca se cansa de amar. Gəl sizə biraz dünən haqqında məlumat vereyim. Dünən əslində günorta gəldik otelə, biraz dincəldik. Sonra axşam çıxdıq. Axşam çox gözəl idi. Çox belə liman tərəfə, liman dediyim kanallar tərəfə getdik. Belə gün batımı falan idi. Çox gözəl görsənirdi. Dünən çox bir şey çəkməmişəm. Axşam belə qaranlıqda biraz şəhər üçün gün çəkdim. Daha belə relaks keçirdim. Axşam da belə deyim, inanılmaz gözəldir. Ümumiyyətlə Amsterdam çox gözəldir. Təmiz, səliqəli, binalar hamısı bir-birindən gözəl. Kənarlaşsan mərkəzdən, amma yenə də öz estetikini belə deyim, qoruyub saxlayır. Gözəldir. Bugün artıq axşam qayıdırıq. Bir də ayın axırı bir də qayıdacağıq. 3 günlük, 3-4 günlük belə. Onda da bilmirəm çəkəcəm yoxsa yox. Onda da getmədiyimiz, gəzmədiyimiz bəzi yerlərə yenə gedəcəyik. Noite de bossa, tudo bem assim. Saudade noite. Biz parkda gəzdik, daha sonra biraz üşüdük. Düşündük ki, oturaq isti bir şeylər içək. Həm də biraz vaxtımız var idi. Biraz gözləyək qatarın vaxtına qədər burada.
Videomuz burada sona çatır. Fərqinə vardım ki, bağlanış videosu çəkməmişəm. Bu qədər ümid edirəm videonu bəyəndiniz. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək hələlik.